Salam uşaqlar, bugünkü videoda tili A olan düzgün tetraederdə bimedian necə tapılır, onun izahını verəcəm. Bundan əvvəlki videolarda düzgün tetraederin daxilinə və xaricinə çəkilmiş kürələrin radiuslarının tapılmasını izah vermişəm. Bugünkü videoda da tili A olan düzgün tetraederin bimedianı necə hesablanır, ümumiyyətlə bimedian nədir, onun haqqında danışacağım. Bimedian nədir? Bimedian tetraederdə bir-birini kəsməyən iki tilinin, qarşı-qarşıya duran tilinin orta nöqtələrini birləşdirən parçanın uzunluğuna deyilir. Məsələn, bu AD tili ilə BC tili bir-birini nədir? Kəsmir. AD tili ilə BC tilinin orta nöqtələrini birləşdirsəm, həmin parçanın uzunluğuna deyilir bimedian. Tetraederində biz bilirik ki, 6 dənə tili vardır və beləliklə onları biz cütləşdirsək, tetraederin 3 dənə bimedianı olur və bimedianların üçünü də çəksək, onlar bir nöqtədə kəsişəcəkdir. Həmin kəsişmə nöqtəsi bu tetraederin həm ağırlıq mərkəzi olacaqdır, həm orta mərkəzi olacaq, həm də daxilinə və xaricinə çəkilmiş kürələrin mərkəzləri olacaqdır. İndi mən burada bir bimedianı çəkəcəm, onun izahını verirəm. Tutaq ki, tetraederin tili A-dır. Bütün tillər birinə bərabərdir. Düzgün tetraederdən söhbət gedir. AD-nin orta nöqtəsi ilə BC-nin orta nöqtəsini birləşdirəcəyik və bu parçanın uzunluğu bizə lazımdır. Məsəl üçün, burada olsun M, burada olsun K. Bizdən MK parçanın uzunluğu lazımdır. MK parçasına deyirlər tetraederin bimedianı. Və mən şərtdə qeyd eləmişəm ki, bu M və K nöqtələri nədir? Orta nöqtələridir. O zaman AD A-ya bərabərdirsə, bura olacaqdır nə? A bölünsün 2. Bu B nöqtəsi ilə M nöqtəsini birləşdirsək, bu BM nə olacaqdır? Biz bilirik ki, düzgün tetraeder nədir? Xatırlatmaq üçün bir daha deyirəm, sahaları eyni olan bərabər tərəfli üçbucaqlardan ibarətdir. O zaman M nöqtəsi biz bilirik ki, bu bərabər tərəfli üçbucağın bu tərəfin orta nöqtəsidir və bu BM nə olacaqdır? Həm hündürlük olacaqdır, həm median, həm də təmbölən olacaqdır. Yəni ki, bax, bura nədir? 90 dərəcədir. Və bura 60 dərəcə. 30-60-90-ın xassəsinə görə BM-imiz nə qədər olacaq? A kökdə 3 bölünsün 2 və yaxud da Pifaqor teoremindən tapa bilərsiniz. Eyni qaydada, bax bu M və C nöqtələrini birləşdirsəm, bu M və C nöqtələrini birləşdirsək, bu M nöqtəsi bu ACD üçbucağında bu AD tərəfinin orta nöqtəsi olduğuna görə bu CM də bu ACD üçbucağında nə olacaqdır? Həm hündürlük, həm median, həm nə olacaqdır? Təmbölən olacaqdır. Yəni bax bu bucaqda nədir? 90 dərəcə olduğunu biz bilirik. Yenə də biz bilirik ki, bura nədir? A-ya bərabərdir. Bura A bölünsün 2-yə bərabərdir. O zaman CM də nəyə bərabər olacaqdır? Qoy burada qeyd edeyim. BM bərabərdir. Elə CM də nə olacaqdır? Elə A kökdə 3 bölünsün 2. CM də nədir? Buna bərabərdir. Nəyə bərabər oldu? A kökdə 3 bölünsün 2-yə. İndi fikir verin. Bax, bu BMC üçbucağına fikir verin. Bu BM və CM nədir? Bir-birinə bərabər. Deməli, bu BMC üçbucağı necə üçbucaqdır? Bərabər yanlı üçbucaqdır. Və bu BC, bax, üçbucaq yazıram burada. Üçbucaq BMC-dən yazıram. BMC-dən. BMC-yə bərabərdir. BC bu bərabər yanlı üçbucağın nəyi olur? Oturacağı olur. Deməli, bu K nöqtəsi nə olacaqdır? Bu M nöqtəsindən K-ya çəkdiyimiz nə olacaqdır? Bərabər yanlı üçbucağın oturacağına çəkilmiş həm hündürlük olacaqdır, bu həm median olacaqdır, həm də təmbölən olacaqdır. Yəni ki, bax, bu bucaq da nə olacaqdır? 90 dərəcəyə bərabər olacaqdır. Pifaqor teoremindən bax, bu üç bucaqdan və yaxud da digər üçbucaqdan, MK-sı üçbucağından biz MK-nı tapa bilirik. MK bərabər olacaqdır kök altında. Deməli, BM-in kvadratı çıx BK-nın kvadratı. Hesablamamızı aparsaq, bu da bərabər olacaqdır kök altında. BM nəyə bərabərdir? Buna. Bunun kvadratı olacaq nə? 3A kvadratı bölünsün 4 çıx. BK-mız nəyə bərabərdir? Bura nədir? A bölünsün 2-dir. Çünki K nöqtəsi orta nöqtə idi. O zaman olacaq A kvadratı bölünsün 4. Bu da bərabər olacaqdır. Nəyə? Kök altında 2A kvadratı bölünsün 4. O da eləyəcəkdir nə?
A kvadratı bölünsün neçə? 2. Bu da bərabərdir. A kökdə 2 bölünsün 2. Deməli, tili A olan düzgün tetraedrin bimedianı nəyə bərabər olacaqdır? A kökdə 2 bölünsün 2-yə bərabər olacaqdır. Belə, bu qədər. Sağ olun, özünüzə yaxşı baxın.